Salam, sabahınız xeyir olsun. 26 iyun 2026-cı il tarixidir. Yay fəslinin 6-cı günüdür. Məhərrəm ayının 11-ci günüdür. Yay fəslinin ilk həftəsinin ilk cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Cümə dualarımız, ibadətlərimiz hər biri qəbul olunsun. 26 iyun günündə kimlər işləri arxasında gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar. Evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş abadlığı, bol bərəkətli, ruzili, sülhəmnamanlıqlı, firavanlıqlı, dinc qulaqlı, eləcə də xoş xəbərlərlə zəngin dolu olan bir cümə keçirməyi arzu edirəm. 26 iyun günündə kimlər təhsillə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsillə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 26 iyun günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. 26 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl xəbərlərlə zəngin dolu olan bir cümə keçirmələrini arzulayıram. 26 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 26 iyun günündə də tarixi günlər vardır. 26 iyun günündə baş verən tarixi günlər bunlardır. 26 iyun 1723-cü ildə Bakı uzun müddət mühasirədən sonra Rusiya qoşunları tərəfindən işğal edildiyi gündür. 26 iyun 1819-cu ildə Velsovet qeydə alındığı gündür. 26 iyun 1918-ci il 108 il əvvəl Gəncə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən deməli Əliağa Şıxlinskinin rəhbərliyi altında Həlahiddə Azərbaycan korpusu yaradıldığı gündür. 26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür. Bu münasibətlə başda Ali Baş Komandanımız olan Azərbaycan Respublikasının prezidenti cənab prezident İlham Heydəroğlu Əliyevi və Azərbaycan ordusunu salamlayıram. Hər birinə bu münasibətlə təbrik göndərirəm və hər birinə can sağlığı, işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Əjdər Rəsul Rızanın, Yunus Rızanın Ordum şeirindən bir bənd deyirəm. Varlığım da sən, qüdrətim də sən, namusun arım sən, qeyrətim də sən, tarixlərdən gələn heyrətim də sən. Sənə arxalanır, inanır yurdum, sənin hünərinə min alqış ordum. Və eləcə də 26 iyun demək 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı yarandığı gündür. 26 iyun 1975-ci ildə Indira Gandhi Hindistanda hakimiyyətə başladığı gündür. Bununla yanaşı 26 iyun 1977-ci ildə Elvis Presley'nin son konserti olduğu gündür. 26 iyun 1979-cu ildə Məhəmməd Əli boks karyerasının sonu olduğunu elan etdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.